Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 2025-ci il 11-ci siniflər üçün nəşr olunmuş ikinci hissə topludan Complex Object, yəni mürəkkəb tamamlıq dərsindən bir neçə testin izahına baxacağıq. Əvvəlcə kanalımıza abunə olan, bəyənən, şərh yazan, paylaşan hər kəsə çox təşəkkür edirəm. İndi isə testlərə baxaq. Testləri keçməzdən əvvəl sizə bir şey qeyd edim ki, bu dərsdə biz mürəkkəb tamamlıqdan danışırıq. Yəni cümlədə struktur olaraq mübtəda, sonra xəbər, sonra şəxs, ondan sonra isə, yəni şəxs dedikdə obyekt, ondan sonra isə toolu feil işlədirik. Burada işlətdiyimiz obyekt ya ad, ya da isim, ya da obyekt adı olan əvəzi ola bilər. Qətiyyən adlı halda qoymaq olmaz. Və buradakı feilimiz əvvəlki xəbərin təsirinə məruz qala bilir. Yəni, əgər o feilimiz adi feildirsə, yəni birinci tip feildirsə, mütləq ondan sonra gələn feilin tool'su olur. Yox, əgər o feillər see, notice, observe, witness tipli feillərdirsə, özündən sonra gələn feilin tool'su olmur. Əgər feilimiz let və make feilidirsə ki, hansı ki testdə daha çox testlər bunun üzərində qoyulub, ondan sonra gələn feilin qətiyyən tool'su ola bilməz. Və qətiyyən o feillərdə is, ya da et, ya da ing işlətmək olmaz. Demək ki, mürəkkəb tamamlıqdan bir neçə qayda izahından sonra testləri artıq işləyə bilərik. Gəlin baxaq birinci testimizə. Əvvəldə qeyd etdik, make-dan sonra şəxs gəlibsə, ondan sonra gələn feilin qətiyyən tool'su olmaz. Ona görə cavab olur B variantı, A-da to, B-də D-də s, C-də ing var. Y variantında isə bu to be plus ing, yəni P1 forma zaman dərsidir. Bu isə yanlışdır. Ona görə cavab olur burada B variantı. Bir də onu qeyd edeyim ki, burada testlərin başlığında form of the verb yazılır. Yəni feilin formaları. Ona görə bu testləri işləyərkən mütləq zaman formalarını variantınızdan çıxın. İndi isə gəlin dördüncü testə baxaq. Expect adi feillərdəndir. Yəni özündən sonra gələn feilin tool'su olmalıdır. Ona görə cavab olur C variantı. Tərcümədə deyir ki, have you ever expected her to speak Spanish so fluently? Sən heç gözləyirdin ki, o İspanca belə mükəmməl danışsın, ya da belə danışmağını gözləyirdin. İndi isə baxaq 9-cu testin izahına. See you, let me. Əvvəldə qeyd etdiyimiz kimi letdən sonra gələn feil anadan gəlmə olur. To'su, esi, edi ya da ingisi olmur. Ona görə cavab olur B variantı. Deyir ki, see you mənə öz komitərindən istifadə etməyə icazə verdi. İndi isə 13-cü testə baxaq. Yenə nöqtələrdən əvvəl made verilib. Madedən sonra gələn feil sadəcə anadan gəlmə feil olmalıdır. Esi, edi, ingisi ya da will ola bilməz. Ona görə zaman formalarını və digər formaları çıxırıq. Cavab olur D variantı. Və tərcümədə deyir ki, Simon öz partnerini məcbur etdi ki, ona telefondakı məlumatı onunla paylaşsın. İndi isə baxaq növbəti testimizin izahına. Burada artıq biz baxırıq 27-ci testə. Promised feili adi feillərdəndir. Ona görə də ondan sonra gələn feilin mütləq tool'su olmalıdır. Cavab olur ona görə A variantı. 27-ci testə baxdıq. İndi isə baxırıq 35-ci testə. Yenə made var. Madedən sonra gələn feilin tool'su, esi, edi, ingisi olmaz. Cavab olur C variantı. Tərcümədə deyir ki, diplomat məcbur etdi onu bir nitq hazırlasın. Yəni diplomat məcbur etdi onu o bir nitq hazırlasın. Cavab olur C. İndi isə gəlin baxaq 41-ci testə. 41-də asked var. Asked-dan sonra gələn feilin tool'su olmalıdır. Çünki o adi feildir. Ona görə cavab olur C variantı. İndi isə baxırıq 48-ci testin izahına. Expect feil var. Expect adi feildir. Özündən sonra gələn feilin tool'su olur. Cavab olur A variantı. Tərcümədə deyir ki, biz gözləyirdik ki, alim to publish the result soon. Alim tezliklə nəticələri çap etsin, nəşr etsin. İndi isə baxırıq 56-cı testin izahına. Bu irregular verb istəyir bizdən. Mütləq belə testlərdə feillərin sayılan, daha doğrusu kökündən dəyişən ya da dəyişməyən, yəni qaydalı yolla keçmişi düzələn ya da qaydasız yolla düzələnlərdən baxırıq. Qaydalı yolu deməkdir ki, yəni regular yazsaydı biz burada feillərin sonuna ed artıraraq keçmiş düzələnləri seçərdik. Irregular yazdığı üçün biz kökündən dəyişənləri axtarırıq. Ona görə bu testdə cavab olur A variantında baxaq. Arrive with keçmişi olur deyə səhvdir. B variantında invited ed qəbul edir. C variantı clean ed qəbul edir. D variantında eat ate olur. Go went olur. Fly flight olur. Ona görə D variantı düzdür. Y variantında traveled et şəkilçisi qəbul edir deyə yanlışdır. Cavab oldu D variantı. 67-ci testdə nöqtələrdən əvvəl expect feili verilib. Bilirik ki, expect feili adi feildir. Özündən sonra gələn feilin tool'su olmalıdır. Cavab ya B ya da C variantlar arasında qalırıq. Digər feillərin tool'su yoxdur deyə çıxdıq. İndi cümləmizdə and var, yadımızda saxlayırıq. Əgər cümləmizdə and bağlayıcısı varsa,
birinci nöqtələrə qoyduğumuz feilin to'su həm birinciyə, həm də ikinciyə aid olur deyə artıq ikinci feili to qoymağa ehtiyac yoxdur. Ona görə cavab olur C variantı. She expected the cat to chase the ball and push it across the floor. O deyir, gözləyirdi ki, pişik topu izləsin və onu itələsin yolun qırağına. Daha doğrusu döşəməyə boyu itələsin. Cavab olur burada C variantı. İndi isə 68-ə baxaq. Made feili var. Made feilindən sonra gələn feilin to'su, daha doğrusu to'su olmamalıdır. Ona görə də baxırıq hansı feilin to'su varsa onları çıxaq. Hansı feilin ing ya da ed qəbul edilirsə onları da çıxırıq. Qalırıq A və Y variantları arasında. Belə testlərdə mütləq mənaya diqqət etməlisiniz. Switch off söndürmək deməkdir. Demək ki, məna ilə bu uyğun gəlir. Baxın, deyir ki, müəllim uşaqları məcbur etdi ki, dərsdən əvvəl telefonları switch off söndürsün. Demək ki, normal halda məntiqlə telefon söndürülməlidir. 77-ci testə baxaq. Want var. Want-dan sonra gələn feil tool olmadı. Çünki want adi feildir. Ona görə cavab oldu Y variantı. İndi isə baxaq 88-ci testin izahına. Burada made feili var. Made feilindən sonra gələn feilin to'su, esi, edi, ing-si olmaz. Ona görə cavab olur C variantı. Digər variantlarda isə ya s var, ya ed var, ya ing var, ya da have var. Tərcümə ilə deyir ki, bələdçi məcbur etdi bizi ki, oxuyaq qaydaları mağaraya girməzdən əvvəl. İndi isə 97-ci testə baxaq. Expect feili var. Özündən sonra gələn feilin mütləq to'su olmalıdır. Ona görə cavab olur A variantı. Digər variantlar isə yanlışdır. Deyir ki, onlar gözlədilər ki, sistemin bir il ərzində inkişaf etməsini gözlədilər. İndi isə baxaq 109-cu testin izahına. Encourage. Encourage feili də adi feildir. Yəni özündən sonra gələn feilin to'su olmalıydı. Ona görə cavab olur A variantı. Ekspert cəsarətləndirdi bizi ki, inkişaf elətdirək tənqidi düşüncəmizi bu hər bir situasiyada. Demək ki, cavab olur A variantı. 120-ci testdə də baxaq yenə. Diqqətli olun burada. Expect feil var. Ondan sonra qabağımıza let feili çıxıb. Görürsünüz, expectdən sonra gələn feilin to'su var. Əgər cümləmizdə bir neçə feil ard-arda gələrsə, bu zaman biz diqqət edirik. Hər feil özündən sonra gələn feilə təsir edir. Yəni expect adi feil olduğu üçün özündən sonra gələn feil tool olur. İndi let özündən sonra gələn nöqtəyə təsir etməlidir. Let bilirik ki, reket feildir. Yəni özündən sonra gələn feilin qətiyyən to'su olmaz. O feil nə s, nə ed, nə də ing qəbul etməz və keçmiş zamanda olmaz. Ona görə əvvəlcə biz həmin tool'u feilləri ataq. D variantında takes var ataq. C variantında took, yəni feil keçmişə çevrilib ataq. Qalırıq A və Y variantı. Test izahına başlamazdan əvvəl qeyd etmişdim ki, mütləq mürəkkəb tamamlığın tərkibindəki əvəzlik adlı halda olmaz, obyekt halda olmalıdır. Ona görə cavab olur A variantı. Bunu feil dərsindən də keçmişdik. Mütləq bu nüansı diqqət edin. Daha doğrusu əvəzlik dərsində əvəzlikdə demişdik ki, cümlədə xəbərdən sonra hər zaman obyekt halda olan əvəzlik qoyulur. Xəbərdən əvvəl isə adlı hal qoyulur. Bilirik ki, he adlı halda olan əvəzlikdə o da feildən sonra qoyulmaz. İndi isə 122-ci testə baxaq. Artıq birinci nöqtə bizə verilməyib. Ona görə biz birinci feili tapmalıyıq. Birinci feili qarşımıza çıxan ilk feili əsasən tapırıq. Baxırıq ki, qarşımıza çıxan ilk feilin to'su var. Demək ki, biz bunun önünə elə feil qoymalıyıq ki, onun to'suna təsir edə bilməsin. Əvvəlcə made feilinə baxırıq. Madedən sonra gələn feilin mütləq to'suz olmalıydı. Letdən sonra gələn feil to'suz olmalıdır. Order, wanted, asked hər bir adi feili, yəni özündən sonra gələn feilin mütləq to'su olmalıydı. Ona görə 122-ci testdə cavab oldu Y variantı. Tərcümə ilə isə deyir ki, Şeyhla order sifariş etdi, paltar tikənə, düzəltsin ona bir paltar. Demək ki, cavab oldu burada Y variantı. İndi isə gəlin baxaq testdən 129-cu testin izahını. Artıq bizə burada cümlə verilir və biz cümləyə əsasən tapırıq belə testləri. Mütləq və mütləq diqqət edirik. Birinci testdə let var. Özündən sonra gələn feilin to'su olmamalıdır. Diqqət edin. To go olmaz. Go'dan sonra to verilə bilər. Bəzi testlər var idi ki, orada go'dan sonra to verilmişdi. Demək ki, burada to olmaz. Bir yanlışdır. Don't make, choose. Make'dan sonra qarşımıza çıxan ilk feilin to'su yoxdur. Ona görə doğrudur. Ask, ask'dan sonra gələn feilin to'su olmalıydı. Ona görə doğrudur. 4-də didn't let record idi. Özündən sonra gələn feilin to'su olmaz. Cavab oldu 2-3. Y variantı. İndi isə 138-ci testə baxırıq. Diqqət edin, bir neçə nöqtə var və əvvəldə də feil var. Bu feil birinci nöqtəyə, birinci nöqtədəki feil isə ikinci nöqtəyə təsir edəcək. Want-dan sonra gələn feilin mütləq to'su olmalıydı. Çünki want adi feildir. Ona görə B və Y variantlarını saxlayırıq. İndi mən bu nöqtəyə let yazsam, özündən sonra gələn feilin qətiyyən to'su olmaz. Və o feil qətiyyən keçmişdə olmaz. Ona görə Y variantı yanlışdır. Cavab oldu burada B variantı.
İndi isə 141-ci testə baxaq. Yenə cümlədir verilən. Let var. Letdən sonra qarşımıza çıxan ilk feilin to'su var. Yanlışdır. 2-də let var. Qabağımıza çıxan ilk feil to'ludur. Yanlışdır. 4-də make var. Make-dan sonra gələn feil yenə to ilə olmaz. Letlə make-də qətiyyən to işlətmirdik. D variantında wanted help yox, to help olmalıydı. Y variantında expect-dan sonra gələn feil to'lu olmalıydı. Tərcümədə deyir ki, biz onun universitetə girəcəyini gözləyirdik. Ona görə cavab olur Y variantı. İndi isə baxaq 146-cı testin izahına. Burada bizə verilib order. Order feili bilirik ki, adi feildir. Özündən sonra gələn feilin to'su olmalıydı. Baxırıq variantlarımızda hansı feilin to'su yoxdursa əvvəlcə onları çıxırıq. İndi baxırıq əvəziyə as-mı, we-mi əvvəldə qeyd etdik. Feildən sonra mütləq və mütləq obyekt olmalıdır. Ona görə cavab olur burada. B variantı policeman bizə dayanmağı əmr etdi. İndi isə 149-cu testə baxırıq. Advice. Advice-dan sonra gələn feil to'lu olmalıdır. Çünki advice adi feildir. Baxırıq hansı feilin to'su yoxdur. A variantı yanlışdır. D variantı talking yanlışdır. C variantında to yoxdur. Qalırıq B və Y variantı arasında. Yadımızda saxlayırıq. Bir kimsənin, yəni kiməsə nəsə deyəndə ki, mən sənin nəsə etməyini istəyirəm. Bu zaman biz ora qoyuruq to talk. Əgər etməməyini istəyiriksə, bu zaman deyirik not to talk. Yəni to'nu feildən ayırmaq olmaz. Ona görə də bu testdə strukturca B variantı tamamilə yanlışdır. Biz seçirik Y variantını. Tərcümədə deyir ki, ana bizə məsləhət etdi ki, yemək yeyərkən danışmayaq. İndi isə baxaq 156-cı testin izahına. Made var. Made'dan sonra gələn feilin to'su olmaz. Baxırıq B'də to var. C'də ink var. Yanlışdır. Rewrote olmaz. Çünki keçmiş zamandadır. Rewrite yenidən yazmaq deməkdir. Rewrite. İkisi də var. İndi baxırıq cümlədə and da var. Yadımızda saxlayırıq. Əgər cümləmizdə record ya da ya record feillərin ortasında and yazılıbsa, bu zaman hər iki tərəf bir-birinə bərabər olmalıdır. Birinci tərəfə to qoymadıqsa, ikinci tərəfə də qətiyyən to qoymaq olmaz. Ona görə D variantındakı correct yanlışdır. Cavab olur. Y variantı tərcümədə deyir ki, menecer məcbur etdi komandanı rewrite the report, yenidən report yazmağa və səhvləri düzəltməyə. İndi isə gəlin keçək növbəti sualımızın izahına. Burada 167-ci testdən danışacağıq. Let var. Letdən sonra gələn feil to'suz, inksiz, etsiz olmalıdır. Baxırıq cavab olur. B variantı müəllim bizə icazə verdi ki, mövzunu sərbəst şəkildə araşdıraq. Cavab olur B variantı. İndi isə baxırıq 173-cü testin izahına. Volunteer was eager. Biz məktəb dərsində bilirik ki, was eager, to be eager sözü özündən sonra gələn feilin to'su olmalıdır. Çünki bu to be eager to ifadəsidir. İfadə olaraq to be going to be eager to. Ona görə cavab olur B variantı. İstəmək deməkdir to be eager. Tərcümədə deyir ki, könüllü istəyir ki, biz inkişaf elətdirək ehtiyac içində olan insanların həyatını, yəni onların həyatını daha da yaxşılaşdıraq. 79-cu testdə də baxırıq. Burada bizə verilib told us not. Told adi feil özündən sonra gələn feilin to'su olmalıdır. Ona görə cavab olur. C variantı. Burada bir şey qeyd edeyim ki, burada yazılan söz to ilə yazılan söz məstərdir. Biz onu heç vaxt ing ya da es ya da ed qəbul elətdirə bilmərik. Cavab olur. C variantı. Tərcümədə deyir ki, onlar dedilər ki, bizə getməyək, remote areasə, bu gecə vaxtı deyir, uzaq əraziyə yaxın getməyək. Cavab olur C variantı. İndi isə 187-ci testin izahına baxırıq. No one expected him. Expect feili adi feildir. Özündən sonra gələn feilin to'su olmalıydı. Ona görə to'su olmayan feilləri çıxırıq. C, D-yə gedir, qaldıq A və B. İndi diqqətlə baxırıq. Bizdə önümüzdə yenə bir feil qoyulub və and yoxdur. Ask, expect ask'a təsir etdi. Ask isə özündən sonra gələnə təsir edir. Bilirik ki, ask feili adi feildir. Özündən sonra gələn feilin mütləq to'su olmalıydı. Ona görə cavab oldu. B variantı. Heç vaxt deyir, heç kim gözləmirdi ki, o xahiş etsin menecerdən onun maaşını qaldırmağı. Cavab olur B variantı. 195-ə də baxaq. Burada bizə verilir. Please, zəhmət olmasa let me use. İcazə ver telefondan istifadə edeyim. Bir doğrudur. Want feilindən sonra gələn feilin mütləq to'su olmalıydı. 2 yanlışdır. Everybody told us to. Düzdür bu. 3 düzdür. Tolddan sonra gələn feilin to'su olur. 4-də isə advice'dan sonra gələn feilin to'su olmalıydı. Not to park. Park etməyə. Deyir, mən məsləhət bildim, park etməsin maşınını post ofisin qarşısına. Ona görə cavab oldu 1 və 3. 1 və 3 oldu. Cavab olur Y variantı. Bir daha qeyd edirəm ki, diqqət edin. Letdən sonra gələn feilə təsirə baxın. Wantdan sonra gələn feilin to'su olur. Everybody'də tolddan sonra to come olur. Advice'dan sonra to olmalıydı. Ona görə cavab oldu Y variantı. İndi isə 198-ci testə baxaq.
Burada nə verilib? Decided. Decideddən sonra gələn feilin to'su olmalıydı. Cavab olur ya A, ya da C, ya da D. Digər to'suz olan versiyalar çıxaq. Və baxırıq and yoxdur və ard-arda feillər verilib. Demək ki, biz bura let'i yazdıqdan sonra let də özündən sonraki nöqtəyə təsir edəcək. Let record olduğu üçün özündən sonra gələn feilin to'su olmaz. A variantında to verilib. C variantında participates verilib. Ona görə cavab oldu D variantı. Tərcümə isə deyir ki, koç qərara gəldi ki, icazə versin oyunculara iştirak etməyə yarışda. İndi isə 203-cü testin izahına baxırıq. Burada bizə nələr verilib? Yenə bütöv cümlədir və cümlə üzərindən gedirik. Made, sonra Tom, to olmaz. A variantı yanlışdır. B variantı made'dən sonra listened yazılıb olmaz. C variantı doğrudur. D variantında listens olmaz. Y variantında ing olmaz. Cavab oldu C variantı. Burada isə bir nüansı xatırladım ki, gördüyünüz kimi C variantında listen to yazılıb. Feildən sonra to işlənə bilər. O özünün söz önüsüdür. Önündə işlənə bilməz. Yəni made'dən sonra gələn feil məstər formasında olub, amma quruluş olaraq məstər olmamalıdır. O mənanı verir, amma məstər deyil. Yəni özündə to olmamalıdır. İndi isə baxaq 205-ci testin izahına. Burada I want-dan sonra gələn feilin to'su olmalıydı. To'su olmayan bütün versiyalarda çıxsaq qalırıq A və Y. Və ikinci tərəfdə I see, mən görürəm, and feel ya da felt. Burada form of the verb dediği üçün bilirik ki, biz zaman forması seçə bilmərik. Felt də zaman forması deyə cavab olur A variantı. Həmçinin burada and bağlayıcısı dedi ki, want bura necə təsir edirsə, digər tərəfə də eyni cür təsir edir və birinci adi feillərdən sonra gələn birinci feilin to'su ikinci feilə də bəs edir. Ona görə cavab olur burada A variantı. 206-cı testdə baxırıq. Was it really fair to Anne? Deyir, ədalətlidir ki, Anna baxsın ya da xahiş etsin. Diqqət edin, burada ədalətlidir. To be feilidir bu. Adi feildir. Özündən sonra gələn feilin to'su olmalıydı. Ona görə digər variantları çıxırıq. Qalırıq A və Y variantları arasında. Artıq ikinci tərəfə gəldik. Biz bura ask yazsaq, askdan sonra gələn feilin to'su olmalıydı. Baxırıq hansında to var. Y variantında var, amma A variantında yoxdur. Ona görə 206-cı testdə cavab olur Y variantı. Tərcümə eləyir ki, ədalətlidir ki, Anna xahiş eləsin ondan, baxsın onun uşağına və həm onun uşağına baxsın, həm də və təmizlik işlərini görsün, bütün təmizlik işlərini görsün. Cavab olur Y variantı. İndi isə 213-ə baxaq. Bunlar artıq açıq, yəni seçmə suallardır. Belə suallara full diqqət edin. Wanted to do olmalıydı, bir səhvdir. Manager made us to arrive olmalıydı, səhvdir. 3'də helped sister to pack doğrudur. 4'də isə soruşur permit icazə vermək, özündən sonra to'lu feil gəlir, doğrudur. Demək ki, cavab oldu 3, 4. İndi isə 222-ci testin izahına baxırıq. Biz bura elə bir feil qoymalıyıq ki, qarşımıza çıxan feilin to'su yoxdur. Yəni bu feil ona təsir etmiş olsun. Ona görə də biz record feillərdən birini seçməliyik. Baxırıq, cümləmizdə record hansıdır? 2 və 3. Demək ki, cavab oldu 2 və 3. Permit'dən sonra to build olmalıydı. Want'dan sonra to build. Remind'dan sonra to build olmalıydı. İndi isə 224-cü testə baxaq. Burada nöqtələrdən sonra gələn feilin to'su var, yəni to go verilib. Bilirik ki, əgər feilin önündə to varsa, biz onun qabağına let və make qoya bilmərik, çünki onlar to'suz feilləşlənir. Expect, permit və want feili isə hər biri özündən sonra gələn feili to'lu istəyir. Ona görə cavab oldu 1, 2, 4. Bununla da kompleks obyektə aid bir neçə testin izahına baxdıq. Hər qaydada, hər testdə müəyyən bir qaydaları da nəzərinizə çatdırdım. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanala abunə olmağı, bəyənməyi, şərh yazmağı, paylaşmağı unutmayın. Hər kəsə əvvəlcədən çox-çox təşəkkür edirəm.